Bəzi müsəlmanlar mübarək Ramazan ayında öz ölənlərinə savab göndərmək əvəzində onlara daha da əzab göndərmiş olurlar. Bu necə baş verir? Bəzi müsəlmanların yaxınlarının rəhmətə getməsi mübarək Ramazan ayı günlərinə təsadüf eləyir. Və çox təəssüflər olsun ki, öz ölənlərinə keçirdikləri məclislərdə günün günorta çağı oruç tutmalı olan insanlara yemək verirlər. Əlbəttə, mübarək Ramazan ayında başqa rayonlardan qonaq gələn insanlara səfər olduğu üçün, oruç tutmadıqları üçün kənar bir otaqda yemək verməyin heç bir problemi yoxdur. Amma mübarək Ramazan ayında yas məclislərində oruç tutmalı olan insanlara kütləvi şəkildə süfrə açıb yemək vermək qınanmışdır. Və bunun ölən üçün heç bir faydası yoxdur. Əksinə, ölən insan üçün bunun zərəri ola bilər. Yəni, heç bir faydası yox. Onun adına keçirilmiş bir məclisdə deməli, oruç tutmalı olan insanlara yemək vermək bir qədər deməli, qınanır. Və təsəvvür edin, həmən o süfrədə gəlib əyləşən insanlar ki, baş sağlıq verməyə gəliblər, onların arasında oruç tutanlar var. Kimsə orada yemək yeyir, kimsə oruç tutmuş olur. Bu, məntiqi baxımdan da yaxşı görünmür. Odur ki, tövsiyə edirik ki, deməli, 3 mərasimi, 7 və ya 40 mərasimi və ya cümə axşamı mərasimləri mübarək Ramazan ayına təsadüf eləyən deməli, ölənlər üçün onun əzizləri çalışsınlar ki, həmən yemək süfrəsi əgər verəcəklərsə, əlbəttə, yəni dinimiz çalışır ki, bunu təbliğ eləsin ki, insanlar əziyyətə düşməsinlər, yemək verməsinlər və ehsan süfrələrini çox çeşidli eləməsinlər. Amma yenə də, əgər kimsə bunu eləyirsə, çalışsın bunu iftar süfrəsi şəklində eləsin. Bu, həm həmən ölən üçün daha çox fayda vermiş olar, həm də ölən sahibi, ölənin sahibi o süfrəni təşkil edənlər üçün də böyük savaba səbəb olar.